Sizə bildiririk ki, rəhbərlik heyətinə bizi düşünsünlər, xahiş edib. Bu dərəcədə ucuz qiymətə qoymayın bu notebookları. İmkan verin, satsılar bir balaca qazansınlar. Mən şəxsən etiraz edirəm. Maksud, sən nə edirsən? Bir dənə zəhmət olsun, Maksud, sən də gəl bura, bir dənə xahiş edin. Hörmətli izləyicilər, təşrih olsun, mənim piraşkilərim bitdi. Bütün piraşkini israf eləyəndən sonra bizim nədir o, sponsorun, piraşki sponsorumuzda sağ olsun qutardı piraşkilər. Bizlər ki, onsuz çəkməliyik. Maksud ilk dəfədə piraşkisiz gəlib yaxınlaşıb çəkəcək. Təşrih olsun, bu dəfə yeməksiz çəkməliyim. Buyur İlqar, ver suallar var. Suallar yoxdur, Maksud. Mən deyirəm ki, Saçlar İttifaqı adından biz etirazımızı bildirək. Rəhbərliyin bu etdiyi addıma qarşı. Çünki rəhbərlik mən belə düşünürəm ki, bizi düşünmür. Mən bu bonussuz bu notebook satan deyiləm. Çünki belə bir ucuz notebook bizdə hələ olmayıbdır. Mən nə deyirlər? İstefa eləyirəm, satmayacağam bu notebooku. Çünki nə var, nə deyim, elə deyirəm. Ən ucuz notebookdur. Neçə min manat? 1999 manada qardaş, Ryzen 7 4060 2 1 TB SSD, 16 RAM. Plus da ki 17. Yaxşı, day belə. Bezdim bizə notebook satmağa. Almayın bu şey, istəmirik. Satmıram, mən getdim. Zarafat qalsın bir qırağa, amma ciddi desək, bu çox mükəmməl bir fürsətdir və belə bir fürsət hər zaman ələ keçmir. Nəzərə alsaq ekran ölçüsünü, nəzərə alsaq digər parametrləri və nəzərə alsaq ki, 4060 ilə notebook 1999 manada daxili kreditdən ayda 131 manat verməklə heç bir mağaza sizə bu təklifi əminik ki, etməyəcək. Amma iComp-da belə bir təklif var, sayımız da var. Gəlin bu fürsətdən istifadə edin.